Koreyalılar çox vaxt donuz əti yediyinə görə, donuz əti yeməyənlər üçün bura nisbətən çətindir. Ona görə də halal ət istifadə edən bir restorana getdim. Abbae Yangshikdan. Menyunu ekranda görürsünüz. Qiymətlər nisbətən münasibdir. Sifarişimizi verdik və indi gəlin restoranın interyerinə baxaq. Budur, ətimiz gəldi. Ofisiant mənim üçün ət və tərəvəzləri manqalda qızartmağa başladı. Mən isə yedim və təbii ki yedim. Yeməyin porsiyası çox bol idi. Dediyim kimi, bu restoran halal ət istifadə edir. Dadına gəlincə çox dadlı idi. Tövsiyə edirəmmi bu restoranı? Əlbəttə.